4 dənə yumurtanın ağıdır. Sarısından ayırmışam. Sarıları hələ durur burada. 4 dənə yumurtanın ağının üzərinə 130 qram şəkər tozu əlavə edirəm və mikserlə tam ağarana qədər qarışdırıram bunları. Ağardı. Tam ağarandan sonra 4 dənə yumurtanın sarısını da əlavə edirəm içərisinə. Bir paket də üzərinə vanil əlavə edirəm. Və yenə də yüngülcə qarışdırıram. Üzərinə 100 qram unu 2-3 dəfəyə əlavə edirəm. Biraz əlavə elədim. Çay qaşığı qabartma tozu əlavə edirəm. Qarışdırıram. Unun qalanını da əlavə edirəm. 2 dəfəyə unu əlavə elədim. Mikserin asla sürəti ilə yenə də qarışdırıram. Sonda da çaydandan qaynaya-qaynaya 1 xörək qaşığı suyu əlavə edirəm üzərinə. Çox az qarışdırıram. Və salam. Xəmir hazırdır. Sobanın alt gözündə pişirdim. Xəmir düzgün hazırlandıqda pişərkən ruletin xəmiri bu cür qabarmalı. Gördüyünüz kimi hazır oldu. İndi bunu gözlətmədən isti tez bükəcəm. Soyusa qırılacaq. Gördüyünüz kimi baxın bu cür belə qızardı. Burada artıq əldən iti olmaq lazımdır. Tez hərəkət eləmək lazımdır ki soymasın. Soysa bükmək olmayacaq. Əvvəlcə kənarlarını biraz belə ayırıram listdən. Çıxartdım. Çevirirəm və bu silikon süfrəni, bu da yağlı kağız əvəzi gedir. Tez bunu çıxardıram. Dərhal yenidən çevirirəm və bükürəm. Tez bükmək lazımdır ki öz formasını alsın. Krem üçün də mən 2 ruletin kremin hazırlayıram. Krem üçün 250 qram ev temperaturunda yumuşalmış kərə yağıdır, 1 banka qatlaşdırılmış süddür, 1 paket də vanildir. Əvvəlcə yağı tam krem halına gələnə qədər, rəngi ağarana qədər qarışdırıram mikserlə. Yağın rəngi bu cür açıldıqda hissə-hissə qatlaşdırılmış südü əlavə edib yenə də qarışdırıram. 2 rulet üçün 1 banka qatlaşdırılmış süd bəs eləyir. Hamısını birdən yox, yarı-yarı az-az əlavə eləyirəm. 1 çay qaşığı dolu vanil də əlavə eləyirəm və yenidən qarışdırıram. Krem də hazır gördüyünüz kimi. İlk hazırladığım ruletdən götürürəm. Baxın, görürsünüz artıq formasını alır belə qəşəng. İndi bunu yavaş-yavaş ehmalca açıram. Damla şokoladın yerinə qoz ləpəsi də doğrayıb əlavə edə bilərsiniz. Artıq bu qalıb sizin zövqünüzə. Və yenidən bükürük. Formasını aldığıma görə çox rahatlıqla artıq görürsünüz qəşəng büküldü və Formasını aldı. əlavə edirəm hər iki tərəfə. Üzərinə də bəzəkli trafalet sərib şəkər pudrası səpirəm. Və budur, ruletlərimiz hazır oldu. İnanın ki, yumuşaq, ağızda əriyib gedən çox ləzzətli biskvit ruletləridir. Mütləq hazırlayın. Yeni videolarda görüşmək ümidilə. Hələlik.